Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Realın efirində baş həkimin vaxtıdır. İrsi xəstəliklər, onların aşkarlanması və qarşısının alınması yolları son illər ən çox müzakirə olunan mövzulardandır. Referans Klinik Laboratoriya Mərkəzinin tibbi genetika uzmanı həkim Arzu Quliyeva baş həkimdədir. Həkim, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Necəsiz? Yaxşıyam, yaxşı olasınız Elnarə xanım. Həkim, əslində genetik analiz deyəndə el arasında belə bir fikir formalaşır ki, artıq qanun var ki, yeni ailə quranlar getməlidirlər, müəyyən bir analizlərdən keçməlidirlər. Amma təbii ki, genetik analiz yəni elm olaraq o qədər dərin bir profildir ki, düşünürəm ki, sırf bunu evliliyə qatmaq, yəni bu qədər ucuz belə göstərmək düzgün bir şey deyil də, dar çərçivəyə salmaq. Genetik həkim olaraq erkən diaqnostikanın əhəmiyyəti barədə istəyirəm danışasınız. Yəni, nə qədər bu əhəmiyyətlidir? Genetik testlərin əsas əhəmiyyəti, yəni bizim üçün, biz genetik həkimlər üçün xəstəliyin hələ əlamətləri ortaya çıxmadan biz burada erkən diaqnostikanı aparmaq, diaqnozu qoymaq və vaxtında qarşısını almaq. Bu açıdan, bu baxımdan erkən diaqnostika çox vacibdir. Bu, həm nadir genetik xəstəliklər üçün vacibdir, həm irsi xərçəng sindromları üçün vacibdir, həm də bayaq qeyd etdiyiniz kimi evlilik öncəsi hər hansısa bir daşıyıcılıqlar varsa, onların genetik təsdiqi üçün lazımdır. Bəs xərçəng və genetik xəstəliklərin ümumiyyətlə erkən aşkarlanmasında, yəni genetik testlərin rolu nədən ibarətdir? Ümumiyyətlə, xərçəng xəstəliyi, şiş xəstəliyi genetikdir. Bir hüceyrənin normal hüceyrədən çıxıb atipik hüceyrəyə, şiş hüceyrəsinə çevrilməsi üçün mütləq burada genetik bir dəyişiklik olmalıdır. Lakin bu dəyişiklik hər zaman irsi deyil. 5-10% hallarda irsi olaraq ötürülür. Və bu irsi olaraq ötürülməni biz daha gənc yaşlarda başlamadan, ailədə bir neçə nəsil davam etmədən bu kimi hallardan gözləmləyə bilirik. Və bəzi xərçəng növləri var ki, onlar həqiqətən də irsi xərçəng sindromların tərkibinə daxil olurlar. Məsələn, ağciyər xərçəngindən çox yumurtalı xərçəngi, südvəzi xərçəngi, bağırsaq xərçəngi kimi şiş növləri daha çox irsi ötürülməyə tabi olurlar və biz həm xəstənin ailə hekayəsini göz önünə alırıq, yaşını, bundan sonra əgər lazımdırsa onlara ailənin digər üzvlərinə də profilaktik olaraq genetik test aparılmasını məsləhət görürük. Azərbaycanda ümumiyyətlə bu sahənin hazırki vəziyyətini necə qiymətləndirərsiniz? Ümumiyyətlə genetika sahəsi dünyada da çox yeni bir sahədir. İnsan genomu 2003-cü ildə tamamilə deməli aşkarlanıbdır. Lakin Azərbaycan dünyaya çox rahat bir şəkildə inteqrasiya olduğundan görə dünyadakı rutin testlər hal-hazırda Azərbaycanda da davam etdirilir və bizim çox sevindirici bir haldır ki, bizim həkimlərimiz də bizlərlə, yəni genetik həkimlərlə diaqnostikada, müalicə planlamasında qarşılıqlı şəkildə çalışırlar. Bəs əsas genetik testlər necə müəyyən olunur? Genetik testləri müəyyən etmək üçün çox sağ olun bu suala görə. Biz həkimlərimizdən də hər zaman xahiş edirik ki, mən şəxsən bir genetik həkim olaraq genetik testi özüm istəmək istəyirəm. Yəni, xəstəni görmək, dəyərləndirmək, müayinə etmək və daha sonra lazımlı genetik testi təyin etmək. Və bu şəkildə də artıq protokola görə düzgün bir şəkildə biz sırayla xəstəyə lazım olan testləri təyin edirik və eyni zamanda onun müalicə həkimi ilə də qarşılıqlı şəkildə çalışırıq. Bəs hansı xərçəng növlərində, yəni genlər daha çox analiz olunur? Eynən, bayaq bu haqda da mən qeyd etdim sizə. Bəzi xərçəng növləri irsi xərçəng sindromlarının tərkibinə daxildir. Daha çox südvəzi, yumurtalı xərçəngi, bağırsaq xərçəngi, prostat xərçəngi kimi. Bunları aşkar eləmək üçün ilk növbədə ailə hekayəsi lazımdır. Yəni, ailədə bu xəstəlik nə vaxtdan bəridir var, neçə yaşından ortaya çıxıbdır. Həmçinin xəstələrə gələrkən heç özü xəstə deyil, lakin ailədə var. Ailədə olan xəstə şəxslərin histologiya raporlarını gətirməsini xahiş edirik və ona uyğun olaraq genetik testləri biz təyin edirik ki, burada meyillilik varmı, yoxmu, onu təyin edə bilək. Aydındır. Genetik testlər təyin edəndə əsasən hansı meyarlara baxırsınız? Yəni, bayaq da qeyd etdiyim kimi, birinci
əgər ailədə xəstə şəxs varsa, xəstənin özündən genetik test aparmaq hər zaman daha məqsədə uyğundur. Daha sonra profilaktika məqsədi ilə artıq daşıyıcılıqları öyrənmək üçün, yəni birinci dərəcəli qohumlar, valideynlər, bacı-qardaşlar və yaxud da uşaqlara baxa bilərik. Əgər xəstə şəxs həyatda deyilsə və yaxud da vaxtımız azdırsa, məsələn, hamilələr bizə bəzən müraciət eləyir, deyir ki, ailədə tutaq ki, kistik fibrozis xəstəliyi var və yaxud da əqli geriliklər var, mən öz uşağımda bunun olmasından şübhələnirəm və yaxud da narahatçılığım var. O zaman biz təkcə xəstənin özündən yox, məsələn, dölyanı mayədən belə qısa bir sürətdə genetik testlər apara bilirik. Anladığım qədər belə başa düşürəm ki, xəstələrin şikayətləri əsasında onlardan genetik bir testlər tələb oluna bilir də. Bəli, burada əsas diaqnoz məqsədi ilə Çünki aparılır. bizdə belə rahat şəkildə həkimə getdim, genetik hansısa mənim tutalım babamda bu olub, nənəmdə bu olub, atamda, anamda, mən də indi heç bir problem olmadan gedim bir həkimin yanına, arzu həkimin yanına, orada bir genetik test baxışı keçirim. Biraz bu mövzuda yəni məsuliyyətimizdə problem var. Yox, genetik eynən bu cür pasientlərimiz, konsultantlarımız bir hissəsini təşkil edir. Yəni ailədə olan problemlərdir və insanlar özlərində nə vaxtsa ola bilərmi, meyillilikləri varmı, bunu öyrənmək istəyirlər. Lakin böyük bir hissə isə bizdə onkoloqlarımız, hematoloqlarımız, kardioloqlarımız artıq xəstəyə birbaşa diaqnoz qoymaq istəyirlər və onun genetik təməli varmı, yoxmu, gen dəyişikliyi varmı, yoxmu, o baxımdan xəstəni bizə göndərirlər. Və ondan sonra biz bu xəstələrdə bir dəyişiklik, bir genetik dəyişiklik aşkar edərsək... Yəni, riskli bir aşkarlanma olursa, növbəti mərhələ nə gəlir? Riskli bir, xərçəng üçün ayrıdır təbii ki. Riskli bir aşkarlanma varsa, bu zaman mütləq birinci dərəcə yaxınlara, evladlara, yaşına görə təbii ki, lazım gələrsə biz genetik testləri tövsiyə edirik və hətta baxırıq. Hətta bütün testi yox, ancaq həmin, tutaq ki, anada aşkarlanmış bir nöqtə, məsələn, bir variant. O variantı onun övladlarına baxırıq. Bütöv bir testi artıq etməyə ehtiyac yoxdur. Bu, həm maddi cəhətdən də ailəyə daha uyğun olur. Lakin bəzən də həkimlərimiz müraciət edir, deyir ki, bizim xəstəmiz var, transplantasiya gedəcək, xəstə dializə girmək istəmir. Biz bilmək istəyirik ki, bu xəstəliyin adı nədir? Məsələn, xəstə uşaq vaxtından müxtəlif klinikaları gəzmişdir, hazırda xronik böyrək çatışmazlığındadır və diaqnozu qoyulmayıbdır. Genetik cəhətcə biz onun analizini eləyirik, bütün dataları yüklənir bilgisayara, kompüterə, onun hamısının analizini tərəfimizcə aparılır, xəstənin diaqnozunu qoyuruq, həkimləri də danışıb deyirik ki, bəli, sizin xəstəniz transplantasiyadan tam yarar görəcəkdir. Bu şəkildə. Həkim, misal üçün, valideyndə şəkər, misal üçün, bir də qalxana bənzər vəzi problem var da, bildiyimiz zob. Digər valideyndə tutalım, damarlarla bağlı genetik olaraq problem var da, yəni o danışanda deyir ki, bəli, mənim də anamda olub, atamda olub. Burada misal üçün, övlad tutalım, mənəmsə. Mən gəlirəm, sizə bunu deyirəm, heç bir hələ problemim yoxdur, bəlkə də müayinədə çıxacaq ki, artıq hansısa problemlərim var. Nə qədər qarşısını ala bilirik, nələrə mane ola bilirik? Yəni, bu meyilliliklərin öyrənilməsi də, yəni tək gen xəstəlikləri və multifaktorial xəstəliklər deyə biz bunları qruplara ayırırıq. Məsələn, şəkərli diabetli ikinci tip, məsələn, və yaxud da ki, immun sistemin bir pozulluğu olan Hashimoto tiroididir. Bunlar multifaktorial xəstəliklərdir, müəyyən bir geni yoxdur. Lakin daha çox onun da polimorfizmlər vasitəsilə meyillilik yüksəkdirmi, deyilmi, onu da öyrənmək olar. Yəni, burada da risk artışı varmı, yoxmu, onu müəyyən etmək mümkündür. Amma o damarlarda dediyiniz o aterosklerotik tutulmalar, xolesterin artışı ilə gedən, məsələn, familial hiperxolesterinemi xəstəliyi var. Onun belirli bir genləri var və burada xəstə artıq miokard infarktı olmadan, bu genin daşıyıcısıdırsa, biz onu təyin edib, ona vaxtında uyğun müalicənin başlanılmasına yönləndirə bilirik. Aydındır. Bir qədər də ailə planlaşdırması mərhələsində genetik konsultasiyanın rolundan danışıq. Əslində, biraz əvvəl mən biraz belə cüzi olaraq ona toxundum, amma istəyirəm biraz danışaq. Ailə planlaşdırması da bu bir neçə yerə bölünür. Ailədə bilinən bir genetik problemi olan ailələr var bəzən. Gəlirlər ki, bizim ailədə əqli geriliyi olanlar var, autizmi olanlar var, bacı-qardaşların uşaqlarında və yaxud da ki, sindromik, yəni məsələn, doğulanda ürək qüsuru ilə doğulan və yaxud da uşağın üz quruluşuna baxırsınız, gözlərində və yaxud qulaqlarında fərqli dəyişikliklər olanlar. Bizim də uşağımızda bu ola bilərmi?
hələ ki uşaq planlaşdırmırlar, lakin ailədə olan müəyyən bir problemləri var. Xəstəliyin adı qoyulubdur və yaxud da qoyulmayıbdır. Bəzən çox vaxt qoyulmamış olur. Təşviş eləyirlər, yəni endişə duyurlar ailələr, o şəkildə gəlirlər. Və yaxud da ki, qohum evlilikləri olur. Təkcə kuzen, yəni birinci dərəcə yox, bəzən Xala, əmi qızı, əmi oğlu. onların əlavə, məsələn, ananın xalası qızı və yaxud da yəni babalar qardaş, məsələn bu şəkildə gələnlər də var. Və yaxud da bir kəndin içindən olanlar var. Yəni eyni kəndi belə biz genetikada qohum olaraq hesab eləyirik. Orada da müəyyən gizli, yəni resessiv xəstəliklərin daşıyıcısı ola bilərlər. Məsələn, dünən müraciət edən bir pasiyentim hər iki uşağında sindromikdir, baxırıq və o deyir ki, görəsən bu bizim hansımızdan keçib və biz ona deyirik ki, siz qohum olduğunuza görə, həm də iki tərəfli qohum olduğunuza görə bu sizin hər ikinizdə olan bir daşıyıcılıqdır ki, uşaqların ikisində də var çünki. Biz bunu yeni ortaya çıxmış bir xəstəlik kimi artıq dəyərləndirməyəcəyik. Bu zaman xəstə uşağın birindən heç olmasa genetik test baxıb, daha sonra o çıxan xəstəlik nədirsə, artıq bütün panel yox, bir xəstəliyi digər uşaqda da baxa bilərik, valideynlərə də daşıyıcılıq baxırıq. Ki, növbəti 3-cü hamiləlikdə artıq süni mayalama yolu ilə, embriyo seçimi ilə onlar xəstə uşaq sahibi olmasınlar deyə. Sponsorumuza təşəkkür edim icazənizlə. Daha sonra davam edək. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti istənilən məkanda müşahidə. Ətraflı məlumat üçün Ulduz 003 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Elə qeyd edim ki, Referans Klinik Laboratoriya Mərkəzinin tibbi genetika uzmanı həkim Arzu Quleyeva baş həkimdə qonaqdır və biz genetik analizlər, onların nə qədər vacib olmasından danışırıq. Genetik məlumatların onda gizliliyindən də danışırıq. Psixoloji təsiri barədə, yəni pasiyentləri necə məlumatlandırırsınız? Genetik məlumatların gizliliyi bu qanunvericiliklə qorunur. Yəni biz xəstələrə və yaxud pasiyentlərə, xəstə deyilsə də, yəni genetik analiz verən hər bir şəxsə bu barədə məlumatlandırırıq. Onlar razılıq formları imzalayırlar. Bu, bəzi hallarda genetik həkimin istəyi ilə, əgər ailədə həyatı təhdid edən bir genetik daşıyıcılıq varsa və şəxs bunu bildirmək istəmirsə, o zaman biz ailəyə bunu xəbər vermək kimi bir hüququmuz da var. Bu şəkildə və ikinci sualınız psixoloji dediniz. Bəli, yəni bu ailələrə, pasiyentlərə yəni necə məlumat verirsiniz də bundan bağlı? O dəyişikliklər, eynən. Bəli, bu... Yəni adam gəlir, misal üçün, keçir genetik testdən və bilir ki, bu elə bir problemdir ki, elə bir nəticədir ki, bundan sonra nəslindəki hamı bundan yəni əziyyət çəkəcək və hamı bir gün bunu yoxlatmalıdır. Bilirsiniz, bir məşhur deyim var, məlumatlısan, deməli ki, silahlısan. Bəli. Bu, bəli, mən çox sevirəm bu deyimi. Ola bilər ki, yəni gözəldir. Ola bilər ki, bəlkə ilk bir müddət xəstə üçün bu psixoloji cəhətcə çətin olsun və yaxud da hələ xəstə deyil, amma onu gələcəkdə bu, məsələn, həyat boyu, məsələn, BRCA bir tutaq ki, geni var, bu süd vəzi və yumurtalıq xərçənginə əsas yatqınlıq törədir. Bu məşhur Hollywood ulduzu Angelina Jolie ilə çox məşhur oldu, bu bilirsiniz. Xəstə bilir ki, onun valideynində var idi və onda da bunun yaranma riski var. Həyat boyu süd vəzi xərçəngi yaranma riski 70%, yumurtalıq xərçəngi yaranma riski də 40-45%-dir. Düzdür, 100% deyil, amma yüksək dərəcə olması narahat eləyir psixoloji cəhətcə. Amma bu həm psixoloq vasitəsilə biz lazımdırsa xəstəyə bunu deyirik birlikdə və daha sonra biləndən sonra ki, bunu profilaktika eləyə bilər, qarşısını ala bilər, ya dərman müalicəsindən, ya lazım gələrsə cərrahi əməliyyat müalicəsi ilə qarşısını tamamilə ala bilər. Onlar daha sonra, yəni bir növ insan həyatı burada yəni rol oynayır. Ümumiyyətlə, Arzu xanım, maariflənmə necədir bax bu mövzuda? Yetərlidirmi sizcə bizdə yəni, genetika analizlərlə falan? Çox yenidir, yenə dediyim kimi. Yəni 2003-cü ildə bizim bütün genomumuz aşkarlanıb və çox qısa bir müddət keçibdir. İnsanlar bəzən bayaq dediyiniz kimi ya bilmək istəmirlər, ya ailədə bu var, nəsildə bilinməsin.
kənara çıxmasın. Yəni belə fikirlərə də problemdir. düşürlər. Eynən. Bu da problem. Lakin və yaxud da ki, qohum evlilikləridir, uşağın biri xəstədir, deyirik ki, sizin digər uşaqlarınıza mütləq daşıyıcılıq baxılmalıdır ki, gələcəkdə onlar ailə həyatı quranda təsadüfən bir daşıyıcı ilə evlənsələr, onların da uşaqlarında bu problem ortaya çıxa bilər. Yəni bu cəhətcə bacardığımız qədər maarifləndirməyə çalışırıq. Çox qısa bir vaxtımız qalıb, amma istərdim bu nüansa da toxunaq. Çünki bugün bizim ailələrimizdə uşaqların peşə, yəni seçimində, misal üçün biz çox az uşağın ay mən müəllim olmaq istəyirəm fikrini eşidirik, ay mən maşın ustası olmaq istəyirəm. Sanki valideynlər yəni buna ay mən sənin üzərində bu qədər əziyyət çəkirəm, sən böyüyəndə maşın ustası mı olacaqsan? Amma bəs bizim bu aldığımız maşınları da düzəltmək də lazımdır. Yəni bunun da dilini bilmək lazımdır da, normal bir şeydir. Amma ki, yəni dediyim kimi, bax bu misal üçün genetik analizlər, bax sizin peşənizi davam etdirənlərin sayının çox olması məncə burada maariflənmədə, yəni təbliğatda bunun da çox böyük rolu var. Yəni bizim sahəmiz də əslində çox şaxəlidir. Həm bioloqlar molekulyar biologiya və genetika ilə məşğul olurlar. Onlar işin daha çox laboratoriya və elmi tərəfindədirlər. Mən həkim olaraq Tibb Universitetini bitirmişəm və uzmanlıq imtahanı ilə tibbi genetika ixtisasının rezidenturasını keçmişəm Türkiyədə. Azərbaycanda da inşallah ki, ümid eləyirəm bu sahənin inkişafına əgər olarsa, yəni mən də öz töhfəmi vermək istəyərəm. Bundan sonra rezidentlərimiz tibbi genetika sahəsini seçsinlər. Çünki bizim sahəmiz multidisiplinar bir sahədir. Yəni biz tibbin hər bir elə bir şaxəsi yoxdur ki, onlarla biz işləməyək. Ortopediyada bizə xəstə göndərir, onkologiyada göndərir, kardiologiyada, uşaq xəstəliklərinin demək olar ki, bütün yan dalları bizə xəstə göndərirlər. Biz o xəstələrin yəni həm diaqnostikası, həm ailələrin profilaktikası, yəni bütün bunlarla məşğul olduğumuz üçün multidisiplinar bir sahəyik. Təşəkkür edirəm gəldiyiniz Mən təşəkkür üçün. edirəm. Mən düşünürəm ki, doğrudan da insanlar bəzən, misal üçün biz hansısa orqanlarımızın, yəni ağrısından, nə bilim, yəni orada sağlamlıq ümumiyyətlə necədir deyə biz çox narahat oluruq. Amma bütün hər şeyin başında bizim bu genetik, yəni analizlər, onların dəyərləri, daha vaxtından tez nəyisə aşkarlamaq, nəyisə araşdırmaq, nəyisə bilərəkdən yola çıxmaq. Mən düşünürəm ki, bu doğrudan da insanın yaşadığı ömrünün sağlam olmağından xəbər verir. Bəzən misal üçün mənə deyirlər ki, ay sağlam qidalanma, ay idman, sən hamıdan çox yaşayacaqsan. Deyirəm, yox. Mən sadəcə olaraq nə qədər yaşayacamsa, onu sağlam yaşamaq istəyirəm. Mən hamıdan çox yaşamaq istəmirəm. Qoy bizi bütün izləyənlər, hər kəs sağlam olsun. Yetər ki, həkimlə dostluğumuzu bacara bilək də. Bu çox önəmlidir. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm, sağ olun. Sağ olun. Baş həkimə baxırdınız. İnşallah gələn həftə görüşmək ümidi ilə salamat qalın. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans Ambulansdır.